Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Allah'ın izniyle inşallah ki bugün ümid barəsində danışacağıq. Ümid Allah Müteala'nın insana verdiği en âli nemətlərdən biridir. Bu elə bir nemətdir ki, insan həyatının en sıxıntılı zamanlarında belə ümidinə sığınaraq həmin vəziyyətdən, anlardan çıxacağına dair özündə bir güvən və ehtimal formalaşdıra bilir. Amma biz diqqətli olmalıyıq ki, kimə ümid bəsləməliyik? Qur'an-ı Kərimin nəzərində diqqət etsək, ümid bəslənilməyə layiq olan, ümid bəsləyə biləcəyimiz yeganə varlıq, mütləq qüdrət və qüvvət sahibi olan Allahdır. Onun xaricində əgər kimi ümid bəsləsək, bu ümidimiz yarımçıq qalacaq. Ona görə biz diqqət etdikdə Qur'an-ı Kərim bizi ümidli olmağa dəvət edir. Hətta Allah Müteal buyurur ki, "La taqnatu min rahmetillah." Allahın rəhmətindən ümidinizi üzməyin. Yəni hətta günahkar olsanız belə və yaxud müəyyən nöqsanlara yolu versəniz belə, Allah Müteala qarşı münasibətdə hər zaman ümidli olun. Ümid çox önəmli bir məsələdir. Amma bəzi insanların bir çoxu Allaha deyil, Allahın xaricində ümid bəslənilməyə layiq olmayan və yaxud ümidi qarşılamağa güc qüvvəti olmayan insanlara və yaxud başqalarına ümid bəsləyirlər ki, bu da onların yanılmasına səbəb olur. Halbuki belə olmalı deyil. Ona görə İmam Əli əleyhissalam buyururdu ki, bütün ümidlərinizi pak olan Allaha bağlayın. Çünki Allahdan qeyrisinə ümid bəsləyən elə biri olmadı ki, o yanılmamış olsun. Yəni kim əgər Allahın xaricində başqa birinə ümid bəsləsə, işlərinin həllində və yaxud da ki, həyatında başqasına güvənsə, onun bu güvəni qarşılanmamış olacaq. Halbuki Allah Müteal Qur'an-ı Kərimdə bəndələrinə mənə ümidli olun deyə bir çox mesaj verir. Məsələn, Hz. Yusuf əleyhissalamın qissəsində Hz. Yaqub öz oğullarına deyirdi ki, gedin Yusufu və qardaşını axtarın, öz qardaşınızı axtarın. Allahın mərhəmətindən naümid olmayın. Yəni bilin ki, Allah Müteala'nın nicat və qurtuluşu tezliklə sizə çatacaq. Və deyirdi ki, Allahın mərhəmətindən kafirlər ümidsiz olar, naümid olar. Yəni biz ümidsiz ola bilmərik. Çünki bizim Allah Müteal kimi mütləq qüdrət sahibi olan, bizə qarşı mehriban olan, bizə qarşı son dərəcə mərhəmətli olan və diqqət göstərən Allahımız var. Belə Allahımız olduğu halda biz necə ümidsiz ola bilərik ki, bir halda bizim Allahımız bizi təmənnasız olaraq sevir. Biz diqqət eləsək məsumlarımızın, imamlarımızın dualarına, bu dualarda da biz görürük ki, məsumlarımız Allah Müteala necə ümidlə yaxınlaşırlar. Məsələn, Ərəfə duasında İmam Hüseyn əleyhissalam buyururdu ki, İlahi, məni özündən başqasına ümidvar etmə. Yəni, mən sənə güvənirəm, səndən ümidliyəm və həyatımda bütün xeyir və bərəkəti səndən gözləyirəm. Çünki sənin xaricində heç kim mənə ilahi təmənnasız nemətləri verməzdi. Sənin xaricində heç kim məni təmənnasız olaraq boya başa çatdırmazdı. Bir qarşılıq gözləyərdi və bu qarşılıq təmənnalı olardı. İlahi, təkcə sənsən ki, məndən ümidim budur ki, sənin verdiyin nemətləri mən dəyərləndirim, onların fərqində olun, sənə qarşı ümidli olun və bu ümidimin sayəsində sən mənə olan nemətlərimi daha da artırasan. Həzrət Peyğəmbər də bir hədisində buyururdu ki, Allaha qarşı nikbin olmaq o deməkdir ki, ondan başqa birinə ümid bağlamayasan və öz günahından başqa bir şeydən qorxmayasan. Yəni Allah Müteala qarşı gərək insan nikbin olsun. Bu nikbin olmaq da o deməkdir ki, yəni Allaha ümidin olsun. Amma müasir dövrdə biz görürük ki, təəssüf ki, həyatımızın qarışıq və bir çox anlarında Allahdan başqa hər şeyə ümid bağlayırıq. Allahdan başqa hər şeyə inanırıq. Amma bizə qarşı son dərəcə mərhəmətlə yanaşan, bizim hər bir işimizə kifayət edən Əleyhissallahu bikafin abdə Allah Müteal Qur'an-ı Kərimdə buyurur ki, özün məgər Allah kifayət deyilmi? Allah bizə kifayətdir. Amma biz bunu bildiyimiz halda da bəzən bunu unutmuş oluruq. Bizim çünki unutmağa meyilli olduğumuz üçün bunları unuduruq. Amma bilməliyik ki, həyat nə dərəcədə çətin olsa belə bəzi anlarıyla, hər bir halda orada bir Allah Müteal bütün işlərdə ümid qoyub ki, bu ümid də odur ki, bizim üçün ali nemətdir
Necə ki, Quran deyir ki, insanlar naümid olandan sonra yer üzündən yağış nazil edən odur. Və Allahdır dost, rəhbər, başçı. Yəni biz naümid olanda da bilək ki, bizim qüdrət və qüvvət sahibi olan Allahımız var. Bu bizim üçün işlərimizin həlli yolunda ən önəmli düsturdur ki, Allaha ümid bəsləməyi bacaraq. Əgər ümid bəsləyə biliriksə, bu özü Allahın bir nemətidir ki, bizə ona ümid bəsləmək imkanı verir. Əgər belə eləyə bilsək, bu halda bizim işlərimiz asanlaşmış olacaq və mütləqdir ki, Allah ona sığınan, ona ümid bəsləyən heç bir bəndəni yarı yolda qoymuş olmaz.